Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, son günlərdə vurğuladığın kimi Dimirol dərman preparatının satışı ilə bağlı bəzi məsələlər müzakirə edilir və qeyd olunur ki, bu dərmanın satışına qadağa qoyulub və apteklər də elə bu dərmanın satışını həyata keçirməkdən imtina edirlər. Sözü gedən ağrıkəsici dərman vasitəsi həqiqətən də yəni satışına qadağa qoyulub? Bununla bağlı detallı informasiyaları qonağım Səhiyyə Nazirliyi yəni Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin İntixal İxracı Şöbəsinin müdür müavini Şirin Şahbazovdan əldə edəcəyik. Xoş gördük, buyurun təfərrüatları sizdən eşidək. Deməli, Dimirol dərman vasitəsi beynəlxalq patentləşdirilməmiş adı, yəni əsas təsir edici maddəsinin adı diphenhidramin hidroxloriddir. Bu dərman vasitəsi sistemik istifadə üçün antihistamin preparatlar qrupuna aiddir. Hansı ki, bu dərman vasitəsi anafilaktik şokların, övrə xəstəliyinin, müxtəlif allergik mənşəli dermatitlərin, allergik konjunktitlərin, eləcə də digər allergik göz xəstəliklərinin, allergik mənşəli qaşınmaların və s. müalicəsində istifadə olunur. Onun hal-hazırda ölkə ərazisində dövriyyəsi, ölkəyə idxalı və ya satışı ilə bağlı hər hansı qadağa yoxdur. Eləcə də onu da qeyd edim ki, bu dərman vasitəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, eləcə də qadağan edilmiş dərman vasitələrinin siyahısına daxil deyil. Sadəcə onu vurğulamaq istəyirəm ki, bu dərman vasitəsi apteklərdən reseptlə buraxılmalıdır və reseptlə buraxılmalı olan dərman vasitələrinin aptek təşkilatlarından reseptsiz buraxılmasına görə İnzibati Xəstəliklər Məcəlləsinin 452.1-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək məbləğdə cərimə nəzərdə tutulur və mərkəzimizin müvafiq şöbəsi tərəfindən aparılan planlı və plandan kənar yoxlamalar zamanı aptek təşkilatlarında bu kimi hallar aşkarlanarsa, yəni bu və ya digər reseptlə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılmasına görə protokol tərtib edilə bilər. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün və elə son günlərin ən aktual belə deyim məsələlərindən biri olan Dimirol dərman preparatının satılması ilə bağlı məsələ müzakirə edilirdi ki, qeyd olundu ki, elə həmin dərman vasitəsinin satışına hər hansı bir qadağa yoxdur, amma buna baxmayaraq həkim resepti ilə, yəni həkimlərin yazdığı reseptlə göstəriş əsasında dərmanın alınması zəruridir və elə bu da yəni qaydalarla, qanunlarla tənzimlənir. Ümumiyyətlə, istər bütün dərman vasitələri olsun, sırf ağrı kəsici yox, digər dərman vasitələrinin satışı məhz elə həkim göstərişi ilə həyata keçirilməlidir ki, insanların səhhəti üçün hər hansı bir problem yaranmasın. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə çatdırdığına görə.